Hər birinizi salamlayıram. Bu günləri biz sizinlə Səfəvi dövləti 17-ci əsrin ikinci yarısında olan mövzudan danışacağıq. Deyirik ki, Şah Səfidən sonra hakimiyyətə Şah II Abbas gəldi. Bəli, 1642-1666-cı illərdə. Gəlin görək nə iş görür Şah II Abbas. Deyirik ki, sosial-iqtisadi inkişafı təmin etməkdən ötürü bir neçə tədbirlər görür. Yazmışıq gördüyü tədbirlər. Ədalətli siyasət yürüdür. Bəli, neyinir? Deyirik, əhaliyə qayğı göstərir, ədalətli siyasət yürüdür. Eyni zamanda borcları ləğv etdi. Kimlərin borcunu ləğv edir? Sənətkarların və rəiyyətin borclarını ləğv edir. Bundan başqa deyirik ki, məmur özbaşınalığının qarşısını alır. Eyni zamanda ticarətdə önəmli addımlar atır. Yazmışıq ki, ədalət divanı. Bəli, nə etmək istəyirdi bu? Əhalinin şikayətinin dərhal həll olunması üçün şahın yanında xüsusi ədalət divanı var idi ki, bütün o şikayətlərə həmin ədalət divanında baxırdı. Bundan başqa yazmışıq ki, gürcəyanlar. Bəli, əsasən deyirik ki, xristian təbəələrə qarşı yaxşı münasibət göstərdi. Məsələn, gürcəyanlar yazmışıq bura. Gürcəyanlar nə edirdi? Səfəvi sarayında mühüm vəzifələri icra edirdilər. Eyni zamanda erməni kilsəsi, eyni zamanda erməni tacirlərdi. Onlara böyük imtiyazlar verirdi. Məsələn, deyir ki, erməni kilsəsi torpaq mülklərinə sahib idi onun dövründə, böyük torpaq mülklərinə. Yazmışıq ki, 1653-1662-ci illərdə nə baş verir? Səfəvi-Rusiya münaqişəsi baş verir. Deyirik, neyinir? Daha doğrusu Rusiya dövləti 16-cı əsrdə, yəni Moskva çarlığı Qazan və Həştərxan xanlıqlarını özünə tabe edir. Yəni birbaşa Xəzər dənizinə çıxış əldə edir və başlayır neyinəməyə? Şimali Qafqazda möhkəmlənməyə. 1653-1662-ci illərdə bunların arasında münaqişə baş verir. Səbəb nə idi? Ruslar gəlib, bax bu ərazilərdə də təxmini Terek. Bu ərazilərdə istehkam qurğuları, yəni müdafiə qalaları tikirdilər. Harda? Səfəvilərin ərazisində. Yəni Terekin o tərəfi onların ərazisi idi. Terekin cənubu da bizim ərazimiz idi. Bizim ərazimizdə gəlib dayaq məntəqələri tikirdilər. Bu da artıq narahat eləyir. Yazmışıq ki, Xosrov qalaları dağıtdı. Bəli, həmin vaxtda Şirvan bəylərbəyi vardı, Xosrov. Şah II Abbas ona deyir ki, get həmin o Terek boyunda olan Rus hərbi məskənlərini dağıt gənan. Xosrov da gedir, həmin o şimal sərhədlərinin deyirik təhlükəsini təmin edir. Yəni orada qalaları dağıdır. Düzdür ki, həmin vaxt axı Moskva çarlığı nə idi? Güclü deyildi də, yəni müharibə üçün hazır deyil idi. Ona görə də 1662-ci ildə dinc yolla məsələni həll elədi. Və bununla da deyirik ki, Qafqazda Səfəvilərin nə oldu? Mövqeyi gücləndi. 1667, əvvəlcə Şah Süleymandan danışaq, 1666-1694-cü illərdə hakimiyyətdə olmuşdu. Bəli, deyirik artıq nə baş verir? Böyük İpək yolu öz əhəmiyyətini itirir. Nə cür itirir? Hindistana dəniz yolu kəşf olunması ilə, yəni böyük coğrafi kəşflər artıq tarixi İpək yolunun öz əhəmiyyətini itirməsinə gətirib çıxartdı. Bəli, Şah Süleymanın dövründə artıq demək olar ki, İpək yolundan istifadə olunmurdu. Ona görə də əsas diqqət hara yönəldilmişdi? Volqa-Xəzər ticarət yoluna. Yəni istəyirdilər ki, Qızılbaş ipəyin Volqa-Xəzər ticarət yolu vasitəsilə Avropa ölkələrinə daşınsın. Hətta deyirik ki, 1667-ci ildə nə baş verdi? Ticarət müqaviləsi bağlandı. Nə idi ticarət müqaviləsi? Məqsəd nə idi burada? Deyirik ki, Rusiyanın məqsədi o idi ki, Qızılbaş ipəyini Moskvaya, eyni zamanda Qərbi Avropa ölkələrinə daşımaq hüququ qazansın. Şərtlər də heç nə oldu ki, Rus tacirləri, bu Səfəvilər nə qədər ki mövcuddur, onların Səfəvilərin dövründə gömrüksüz ticarət etmək hüququ qazanır. Eyni zamanda karvansaralarda, bazarlarda xüsusi imtiyazlar alır. Bura kimi məsələ aydındır. Yazmışıq ki, bura Don Kazaklarının yürüşləri. Bəli, artıq bu Volqa-Xəzər ticarət yolu canlanandan sonra başladı nə olma, inkişaf eləməyə də həmin Xəzəryanı ərazilər. Həmin vaxtı meydana çıxır kim? Don Kazakları. Gəlirlər, başlayırlar düz Dərbənddən Girana qədər olan əraziləri nə edirlər? Qarət eləyirlər. Kimin dövründə? Stepan Razinin dövründə, 1668-ci ildə. Amma Stepan Razin Rusların eləmirdi, çünki onlara sərf eləmirdi axı Ruslara. Stepan Razin hardan gəlib? Moskva knyazlığından. Artıq Səfəvilərlə onların münasibətinin pisləşməyinə gətirib çıxardacaqdı deyə Ruslar həmin o Stepan Razini tuturlar, edam elətdirirlər. Yəni sabitliyi yenidən Ruslar bərpa elədi, Kazakların qarşısını almaqla. İndi danışaq ictimai və iqtisadi həyatından. Yazmışıq ki, torpaq mülkiyyət formaları. Gəlin görək, Səfəvilərdə torpaq mülkiyyət formaları hansıdır? Məsələn, var idi divani. Nə idi? Deyirik, dövlətə məxsus torpaqlar idi də. Əsasən bu dövlət xərclərinin ödənilməsində istifadə olunurdu, ondan gələn gəlir. Xalisə vardı. Xalisə də ki, deyirik ki, ayından bəri bildiyimiz torpaq mülkiyyət formasıdır. Şah və onun ailəsinə məxsus torpaqlar idi. Gəlirləri xəzinəyə gedirdi.
Əsasən də şahın razılığı ilə mühüm məsələlərin də həll olunmasında sərf olunurdu pullar. Soyurqal vardı. Soyurqal düzdür ki, ləğv eləyirlər. Amma nə idi? Yenə də məhdud şəkildə də olsa qalmışdı ki, müəyyən seyidlərə, nə bilim, dərvişlərə, alimlərə verilirdi. Soyurqal birlikdə bizim Monqolların dövründən gəlmə bir şey idi. Əsasən nəsildən nəslə keçirdi və vergi toxunulmazlığı hüququna malik idi. Bundan başqa tiyul var idi. Bəli, tiyul bildiyimiz iqtanı xatırladırdı. Xidmətə görə verilirdi, şərti idi. Lakin bəzi hallarda şahın icazəsi ilə irsi keçə bilərdi. Tiyul başçısı da nə adlandırılırdı? Tiyuldar adlandırılırdı ki, o da dövlətə xəzinə ödəyirdi. Mülk feodallara məxsus irsi torpaqlar idi. Vəqf də biz ərəblərin dövründən bizə məlumdur. Əsasən nə idi? Dini idarələrə məxsus idi, məscidlərə, ruhanilərə məxsus torpaqlar idi. Cəmaatda yenə bizə aydındır. Cəmaatda nə idi? Əsasən kənd icmasının istifadə elədiyi torpaqlar idi. Aha, yazmışıq 1565-ci ildə nə baş verdi? Birinci Təhmasib tamğa vergisini ləğv elədi. Düzdür ki, Uzun Həsən də çalışmışdı ki, bunu ləğv eləsin, lakin bacarmamışdı. Amma artıq 1565-ci ildə Şah 1-ci Təhmasib fərman imzalayır, bununla da həmin tamğa vergisi ləğv edildi. Həmin dövrdə deyirik 35-ə qədər vergi var idi Azərbaycanda Səfəvilərin dövründə. Nə bilim, bəhrə var idi, sudan istifadəyə görə cizyə var idi. Müsəlman olmayanlardan alınırdı, Çoban bəyi, bağbaşı, tamğa kimi vergilər var idi. Amma əsası nə idi orada? Mal cəhət vergisi idi də. Əsas vergi növü idi. Deyir ki, natural formada alınırdı. Torpaqdan istifadəyə görə. Aha. Yazmışıq 17-ci əsrin ikinci yarısında feodal zümrələri. Bəli, 3 dənə feodal zümrəsi vardı. Hərbi əyyanlar. Nə idi? Əsasən deyirik ki, qızılbaş tayfalarının başçılarından ibarət idi. Yəni əsasən də bunlar idarə sistemində mühüm mövqeyə malik idi, həmin bu hərbi əyyanlar. İkinci sırada gəlirdi ali şiə ruhaniləri. Biz birlikdə Səfəvilər şiə dövlətidir. Bunlar da əsasən dini idarələrə, məhkəmələrə rəhbərlik eləyirdi. Bir də var idi məmurlar və mülki əyyanlar. Bunların işi nə idi? Əsasən idarə etmədə istifadə olunur da bunlar. Yerli idarə etmə sistemlərində işləyənlər idi, həmin bu 3-cü təbəqədə olanlar. Aha, 17-ci əsrdə kəndli qruplarına baxaq görək. Səfəvilərdə 17-ci əsrdə kəndli qrupları hansılar idi? Rəiyyət idi, rəcbər idi, elat idi. Rəiyyət deyirik nədir? Həm iş heyvanı var, həm istehsal aləti var. Feodaldan aldığı torpağı özü becərir. Amma rəcbər elə deyildi. Rəcbər əsasən nə idi? Təsərrüfatsız kəndli idi. Məşğuliyyəti olmayan kəndli idi, yoxsul kəndli idi. Elatdakı əsasən deyirik yarım köçməyəli şeydir də bunlar. Nə deyirlər ona? Yaylaq qışlaq maldarlığı ilə məşğul olurdular. Orduda xidmət elədiyinə görə yazı vergi ödəyirdi. Bəzi hallarda ümumiyyətcə vergidən azad idilər. Aha. Yazmışıq 16-17-ci əsrdə şəhərlər. Gəlin görək hansı şəhərlər var idi? Məsələn, Ərdəbil var ki, biz nə demişik Ərdəbilə? Deyirdik ki, əsasən Səfəvilərin dini mərkəzi idi. Müqəddəs şəhər hesab olunurdu. Bundan başqa var idi Təbriz şəhərində, Ərdəbili işarə eləyək burada. Məsələn, Təbriz şəhəri var ki, biz birlikdə Təbriz nə idi? Həmin dövrdə Azərbaycanın ən böyük şəhəri idi. Səfəvilərin də ikinci böyük şəhəri hesab olunurdu. Hətta orada nə var idi? Qeysəriyyə bazarı var idi ki, Səfəvilərin dövründə o artıq bərpa edilmişdi. Amma deyirik 1555-ci ildə Şah 1-ci Təhmasib paytaxtı götürüb Təbrizdən hara köçürdü? Qəzvinə. Ondan sonra bir qədər Təbrizdə elə bir geriləmə baş verdi, nə mənfi təsir göstərdi. Bundan başqa Şamaxı şəhəri var idi Şimali Azərbaycanda. Nə ilə məşhur idi? Deyir ki, ipəyi ilə məşhur idi həmin dövrdə. Eyni zamanda Şirvan bəyləri bəyliyinin mərkəzi idi. Bundan başqa Dərbənd var idi ki, məsələn Dərbənd şəhəri deyirik ki, liman şəhərli, ən böyük liman şəhəri hesab olunurdu. Bundan başqa Bakı şəhərinin özü də liman şəhəri hesab olunurdu. Bu kimi şəhərlər haqqında məlumatlar mənə gəlir ki, kifayətdir. Bundan başqa biz deyə bilərik ki, sənətkar qrupları var idi. Məsələn, əvvəllər nə adlandırırdılar sənətkar qruplarını? Əxli adlandırırdıq da. Deyirik 13-cü əsrdə yaranmışdı ki, Monqol işğalları dövründə özlərini feodallardan qorunmaq üçün yaratdıqları bir birlik idi. Sonradan 17-ci əsrdə nə adlanmağa başlayır? Bu əsnaf adlanmağa başlayır. Eyni zamanda 17-ci əsrin ikinci yarısında deyir ki, sənətkar qruplar da var idi. Məsələn, 3 qrupa bölünürdü. Nə idi bunlar? Əsnaflarda birləşənlər, yəni sənətkar təşkilatlarında birləşənlər. Eyni zamanda var idi müstəqil fəaliyyət göstərənlər. Bir də feodal imalatxanalarında çalışanlar. Yəni bunlar həm feodala, həm də dövlətə vergi ödəyirdilər.